Allah Teala öz kitabında buyurur: "Efemen şerahallahu sadrahu lil-İslam fehuve ala nurin min rabbih." Allah Teala'nın köksünü İslam üçün açtığı kimsə Rəbbi tərəfindən bir nur üzərindədir. Fevailun lil-qasiyyati qulubuhum min zikrillah. Vay halına o kəslərin ki, qəlbləri Allahın zikrinə qarşı sərtdir. Ulaikə fi zalalin mubin. Onlar açıq-aydın zəlalət içərisindədirlər. Qəlbin sərtliyi qeyri-müsəlmanlara aid olan bir sifətdir. Müşriklərə, Yahudi və Xristiyanlara və münafiqlərə layiq olan bir sifətdir. Möminə gəldikdə isə möminin qəlbi sərt olmamalıdır. Allah Teala Hədis surəsində buyurur: "Ələm ya'ni lillezina amanu an takhsha'a qulubuhum li zikrillahi və ma nazala minəl haqq." Məgər iman gətirənlərin Allahın zikri və haqdan nazil olan üçün qəlblərinin qorxacağı vaxt gəlib çatmadımı? وَلَا يَكُونُ كَالَّذ۪ينَ اُوتُوا الْكِتَابَ مِنْ قَبْلِ. Onlar bundan əvvəl kitab verilənlər kimi olmasınlar. فَطَالَ عَلَيْهِمُ الْأَمَدُ فَقَسَتْ قُلُوبُهُمْ. Müddət uzandı və qəlbləri sərtləşdi. Yəni onlarla peyğəmbərləri arasında olan müddət, məsafə uzandığı üçün qəlblər sərtləşdi. وَكَثِيرٌ مِنْهُمْ فَاسِقُونَ. Və onların çoxları fasiqdirlər. Yəni peyğəmbərləri getdikdən sonra və salihlərdən ayrıldıqdan sonra vaxt uzanır və onların qəlblərini qəflət bürüyür, günahlar sevgisi və həmçinin günahların içərisinə girmək nəhayət qəlblər sərtləşir.